Salam əziz izləyicilər, kanalıma və yeni vloquma xoş gəlmisiniz. Sizləri həm Novruz, həm də Ramazan bayramı münasibətilə təbrik edirəm. Bayram bayrama qarışıb. Bugünkü günü nələr hazırladım bu bayram günündə onları çəkmişəm. Bir Talış mətbəxində, bir Talış qızının mətbəxində nələr bişibsə onları çəkmişəm. Xoş izləmələr hər birinizə. Bizdə buna cincəfil deyilir. Mən elə bayram günü səhərdən başladım paxlavamı hazırlamağa. Lazımdır bizə 700-750 qram hardasa un, 200 qram xama, 150 qram yağ hardasa götürürük. 2 yumurta, droş, bunlar çox qəşəngdirlər. Sonra 1 stəkana qədər də süd, yəni apararsa biraz da əlavə etmək olar. Üzəri şərbəti üçün isə 3 stəkan süd, 3 stəkan süd deyirəm, 3 stəkan şəkər tozu və 1 stəkan yarım su. İtli isə götürmüşəm, artıq tökmüşəm, blenderdən keçirəcəm. Burada məndə 500 qram qoz, 500 qram qozdur. Üzərinə də 400 qram hardasa şəkər tozu əlavə edirəm, pesok. Burada artıq üzəri üçün də ayırmışam, belə üzərinə qoyamağa. Bunları üzərinə ayırmışam. Burada qoyuram, burada bir tərəfli. Və keçirəm xəmirimi hazırlamağa. Şəkər buramla şor çörəyini artıq hazırlamışam, yəni qoğalı, amma bizdə şor çörəyi deyilir nədənsə. Düzdür, içi duzlu olmur, amma yenə də şor çörəyi deyilir. Onun da resepti kanalımda var. Bir də paxlavam qalmışdı. Onu da bugün hazırlayıram. Şəkər buranı çəkməmişəm, amma qoğalın resepti var, qoğalı çəkmişəm. Mən paxlavan xəmirinin mayalanmasını gözləmirəm. Sadəcə 40 dəqiqə, hardasa yarım saat dinləndirirəm, bəs edir. O vaxtı da içliyin hazırlayıram, qabları yuyuram. Sonra başlayıram paxlavamı hazırlamağa. Keçirik qovurğanın hazırlanmasına. Bu artıq qovrulmuşdur. Və İran noxududur. Buna bal qabaq tumu qovurub qataram. Bir də qarğıdalı. Qarğıdalı, yəni popkornla edib qataram. Olacaq rəngarəng. Mən paxlava xəmirini həmişə çəkirəm bərabər olsun deyə. Ara qatları 110-120 bu qədər olsa bəs edir. Amma 2 yekə kündəni isə 220 tutmuşdum.
Paxlava xəmiri nə qədər nazik açsaq, o qədər daha gözəl alınır. Yəni bacardığınız qədər nazik açmağa çalışın. Hətta mən 100 qram belə götürsəydim, məncə bəs edərdi. Çünki burada da onun qıraqlarını kəsirəm. O qıraqlardan da hətta 2 gündə belə əlavə çıxır. Hardasa bu paxlavaya məndə 13-14 lay çıxmışdı. İlk 2 layına qoymamışdım, tökməmişdim içliyi və son 2 layına içliyi tökmədim. Qalan digər layların hər birinə bolluca içliyi əlavə etmişdim. Bir də ən əsası paxlava içliyində əsas qozu çox olmalıdır, şəkəri az. Onsuz da ona şərbət getdiyinə görə içi sonra xəmir kimi olur. Amma içliyi çox olduqda, şəkəri az olduqda həm layları gözəl görünür, həm də dadı daha yaxşı olur. Bir də bacardığınız qədər layları sıxmağa çalışın. Laylar nə qədər sıx olsa, o qədər gözəl alınır paxlava. Çünki yağda qaynayır yəni onun o kəsik yerlərindən qozlar çıxır qırağa və bu da heç də xoş bir görüntü olmur. Bir yumurta sarısına 1 yemək qaşığı süd əlavə edib üzərinə çəkdim. Mən üzərini düzmürəm, yəni qozdur, fındıqdır, indi nə qoyursunuzsa, mən onları düzmürəm. Bir 15-20 dəqiqəlik sobaya göndərdikdən sonra çıxarıram, yenidən kəsirlər atıram və üzərinin yağını əlavə edirəm. Yağı isə 1 stəkan yarım əlavə edirəm həmişə. Sonra onun qozların üzərinə başlayıram düzməyə. Qozların da ayırdığınız o yumurta sarısının ağını ayırırıq, azca batırıb üzərinə qoyuruq. Bu zaman həm üzərindəki qoz yanmır, həm də yəni sonradan qoymaq biraz çətin olur, düşür. Ona görə yumurta ağına batırdıqda o zaman düşmür, həm də yanmır. Ona görə daha yaxşı alınır. Mən paxlavamı yenidən qoydum sobaya, keçdim balıq içliyini hazırlamaya. Burada məndə balıq içliyində ləvəngidir, ədviyatlarını vurmuşam, bir xırda pomidor doğramışam üzərinə. Anam həmişə belə edərdi, dadı çox xoşuma gəlir. İndi mən də öz evimdə elə hazırlayıram və bağdan dərdiyim cincəfil otu. Bilmirəm başqa yerlərdə necə adlanır, bizdə cincəfil deyilir. Əsasən də balıq içliyinə əlavə olunur, içliyinə belə qəşəng ətirli bir iyi var. Bunu da hazırlayıram, doldururam balığa. Balığı da elə sadə duz, isyotdur, sarı kökdür. Sonra turşu vurdum. Üzərinə də biraz yağ gəzdirdim, hazırladım, qoydum qırağa. Paxlava hazır olsun, sonra onu qoyub bişirəcəm. Başlayıram tərə hazırlığını görməyə. Tərəni üçün isə soğanı xırda doğrayıram, yağı əlavə edirəm. Yağda azca qovrulsun, sonra nə lazımdırsa başlayıram əlavə etməyə. Bizdə tərə hazırlamaq keçmişdən gələn bir adət ənənədir. Tərə mütləq bayram süfrəsində olmalıdır. Yaşıllıqlardan hazırlanmış bir yeməkdir. Paxlavam artıq hazırdır. İsti paxlavaya sərin şərbətini əlavə etdim. Mənə bu sobal isti lazımdır deyə şərbətini əlavə etdikdən sonra bir neçə saat keçdi və mən artıq paxlavamı doğrayıb bu sobal istindən çıxardım. Çünki bu sobal istinə ehtiyacım var idi. Əslində nə qədər qalsa daha yaxşı olur. Şərbətin özünə yaxşı çəkir, amma yenə də məndə yəni şərbətin artıq çəkmişdi özünə. Ona görə də başqa bir qaba əlavə etdim. Artıq keçdiyim digər hazırlıqlarıma quşu da qoyuram qaynamağa, qaşqaldaqdır da. Bunu öncədən həm duzlayıb, yəni bütün
Duz isotunu vurmuşdum. Ədviyatın. Ləvəngisini də salmışdım. Qoymuşdum buzluğa. Yəni hazırdır. Sadəcə qaba qoyuram, qazana. Üzərinə su tökərəm deyə azca duz əlavə etdim. Şişli olmasın. Yağını əlavə edirəm. Bunu da hardasa hazır olmağı 2-3 saat çəkir. Qoyuram ocağa qaynamağa. Burada düyüdür, bir də alça qurusu əlavə edirəm. Burada isə duzdur, isyotdur, pul bibərdir, sarı kök, bir də sumaq. Burada əlavə edirəm. Bu da artıq otları pörtətmişəm, doğramışam. İstəyən maşından da keçirə bilər, amma mən doğrayıram. Burada bir yox, bir neçə ot növü var. Bunları da indi əlavə edirəm bura. İndi biraz qovurum, sonra üzərinə hardasa bir stəkan falan, stəkan yarım su əlavə edib qoyarım bişməyə. Burada da quş bişir. Azca palçıq turşusu da əlavə edirəm. Bir də ləvəngi. Elə insan var ləvəngi əlavə eləmir, amma mən ləvəngi əlavə olanda çox xoşlayıram. Dadı çox qəşəng olur. Burada balığın içliyinə doldurmuşduq. Həmən bir qaşıq qədərində qalmışdı. Elə bunu da əlavə edirəm bura. Yağını da əlavə edirəm. Bir 5 dəqiqə qarışsın bir-birinə, sonra suyunu əlavə edib qoyarım. Van modda pişsin. 1 saata falan hazır olar. Bu pişənə yaxın bir göyərtilərini əlavə edərəm. Pişənə yaxın. Mən də götürmüşəm sarımsaqdır, göy sarımsaqdır, göy soğandır. Bir də zəfəridir. Onlardan da doğrayıb əlavə edərəm üzərinə. Bunun hardasa stəkan yarım suyunu da əlavə edirəm. Sağ. Burada qəşəngcə pişsin. Tərəy üçün ayırdığım göyərtiləri doğrayıram. Göy sarımsaqdır, göy soğandır, bir də cəfəri, keşniş. Bunları doğrayıram, bir tərəfli hazır qoyuram. Artıq tərəni söndürənə yaxın əlavə edərəm və ya söndürüb əlavə edərəm ki, bu göyərtilərin dadı, ətri gəlsin deyə. Doğradım, hazır qalsın. Bişənə yaxın əlavə edərəm tərəyə. Bunları da atım. Burada yumurtanı da koydum qaynamağa. Bu Instagramda gördüm. Belə kağızla bir yerdə bükürlər, rəngarəng alınsın. Adi soğan qabığında qoydum. Köhnə adət ənənə ilə. Bu da quşdur, qaynayır. Tərəmdə pişir. Bu balqabaq tumunu da başlayıram qovurğama əlavə edəcəm. Burada cücə filesi var, bunu artıq yumuşam. Uşaqlar quş əti yemir deyənə, həm onlara ləvəngi ilə çölmə kimi edəcəm. Cücənin başqa yerlərindən də əlavə edərəm. Həm də sezar salat edərəm, ona əlavə edəcəm bunu. Buna düzdüm, isyotlu marinad edeyim. Mən buraya əlavə etdim. Deməli turşudur, pul bibərdir, sarı köşdür, paprikadır, bir də qara isyot.
Bunu karıştırın. Sonra donu çok, buzu çok açılmayıb. Nasıl burada? Deməli, kükü üçün lazımdır bizə ləvəngi. Götürün ləvəngi. Yumurta. Mən balaca qab da eləyərəm. Ona görə 4 ədəd mənə bəs edir. Mən azca göyərti əlavə edirəm. Çox göyərti dadı gələndə xoşum gəlmir. Azca əlavə edirəm. Sumaq. Quru nanə. Elə hamının gözə yarı əlavə edirəm. Qara isyot. Sarkök. Hardasa belə yemək qaşığı un. Turşu. Və qarışdırırıq. Tuzu unutmuşum. Tuz əlavə edirik. Bu qədər bəs edir. Tuz. Burada bu da artıq qovruldu. Bunu da qatarım qovurğama. Artıq keçid edirəm. Plovum üçün suyu qaynamağa qoyum. Bunu qoyaram qaynamağa. Suyu. Keçid edirəm düyümü yumağa. Həmişə stəkandan hesablayıram. Yenə stəkandan hesablayıram. 2 3 4. Bunu da yuyum. Burada artıq keçirəm qazmağı hazırlamağa. Bir yumurtadır. İçinə xama və ya qatıq əlavə olunur. Mən hal-hazırda xama əlavə edirəm. Bir yemək qaşığı un. Düyü bişən zaman içərisinə azca düyü də əlavə edib qazanın dibinə tökəcəm. Bizdə ailədə ümumiyyətcə yumşaq qazmaq xoşlanır deyənə. Mən həmişə qazmağı bu cür hazırlayıram. Bu da hazır və qalsın burada. Balıqdır pişir. Telefonun yaddaşı bitdiyi üçün çəkilişi çox edə bilmədim. Amma burada artıq bunu uşaqlar üçün qoymuşam. Ləvəngi ilə çölmə kimi bir şey. Bu Sezar salatının əti də artıq hazırdır. Bu da düyü artıq dəmdədir. Quş hazırdır. Burada tərə də hazırdır. Burada balıq da hazırdır. Kökü, badımcanı qızartmışam. Bunu salat üçün etmişəm. Suxari. Grildə hazırlan. Iceberg salatıdır. Bunu da yumuşam artıq hazırdır.